Qədim musiqi alətləri xalqımızın zəngin mədəni irsini yaşadan qiymətli sənət nümunələridir. Bu alətlərin bərpası və yenidən hazırlanması xüsusi peşəkarlıq tələb edir. Hazırlanma prosesinin əsas mərhələləri İxtiyar müəllimin emalatxanasında həyata keçirilir. Burada kiçik ağac parçaları müəyyən mərhələlərlə işlənərək hazır musiqi aləti formasına salınır. Burada istifadə olunan materiallardan məsələn burada çinar kötüyü var, görürsünüz. O çox heç tapılmayan bir materialdır. Sonra burada armud ağacı var, ərik ağacından istifadə edirik, qoz ağacından istifadə edirik. Kəsən kimi istifadə olunmur, bir müddət qalmalıdır ki, ondan sonra bunlardan istifadə olunsun. Sonra qamışlardan nəfəsli musiqi alətləri düzəldirik biz burada. Görürsünüz, sonra burada materialları doğruruq, bax bu hissələrdə musiqi alətlərin qapaq hissələrini. Görürsünüz, harada düyünü var, onları çıxardırıq. Görürsünüz, ölçüb eləyirik. Bunlar hamısı yan-yana qoyularaq qapaq kimi istifadə olunur. 4-5 millimetr. Bunu incəldəndə səs bəm olur. Qalın olanda səs incə olur. Bir də ki, materialından asılıdır ki, bunun səslənmə sisteminə təsir edir. Biz belə listə kəsirik, görürsünüz. Bunları salırıq qəliblərə. Qəlibdən çıxandan sonra əyrəsini kəsirik, düzəldirik ki, ondan sonra musiqi alətləri formasını alır. Bu formada görürsünüz, bu rudun formasıdır, görürsünüz, bax belə görsən, standart ölçülər tamız. Elə olur ki, birdən görsən ki, biz bunu təmiz çıxsın, təmiz səs effekt versin deyə bütöv bir taxta ağaçdan kəsirik. Məsələn, burada bu rudun görkəmidir, orada çoğur da var. Bu bərbət alətinin ölçüsüdür. Belə hissələr kəsirik. Simli musiqi alətləri quruluşuna, ölçülərinə və səs tezliklərinə görə qruplaşdırılır. Onların hazırlanmasında istifadə olunan material, ölçü və işləmə üsulu alətin səslənməsinə birbaşa təsir göstərir. Bu çəng musiqi alətidir, ən qədim musiqi alətlərdən biridir. Gördüyünüz kimi bunun telləri həm ağ tellər var, həm də qara tellər. Xromatik şəkildə düzülür. Piyanonun ağ dillərini, ağ kapron telləri salmışıq. Qara telləri də o yarım tonlarda qaradır. İfa elən vaxtı, məsələn, bax bunlardan istifadə olunur. Təmiz bilinir ki, məsələn, bu ağ tellər diatonikdir, ağlı qaralı isə xromatik şəkildə ifa olunur. Burada bunların əlavə linçləri var ki, bunlarda 1/4 ton səsi dəyişir. 1/4 ton, məsələn, bu səsi bax. Bu dəyişir, lazım olanda istifadə olunur. Sonra burada aşağıda sentur alətidir. Görürsünüz, sentur alətində burada 9 xərəkli olur, bir də 12 xərəkli olur. Buradakı sentur 9 xərəklidir. Bax, bunu muğamın ladlarına uyğunlaşdıranda bu deməli xərəkləri qabağa dala çəksin, o ladları alırsan. İndi hal-hazırda Humayunda. Sonra bizim deməli burada həm sazların simləridir, telləridir, pərdələridir, ud alətidir. Bizə o sentur alətinə uyğun, mən həm də burada buta şəklində sentur aləti düzəltmişəm. Sonra tulum aləti var burada, görürsünüz. Tulum alətinin dəridən düzəldilər. Biz bunu ilkin formasını dəri qarışıq materialdan istifadə eləmişik ki, həm səsləri alandan sonra bunu biz o dəridən düzəldib istifadəyə verək. Sonra bizim sazlardan əlavə burada saza uyğun bağlama var. Məsələn, türk sazıdır, o da bağlama alətidir. Onun köyləmə sistemi başqa cürədir, bizdə də başqa cürədir. Həm də səs sistemində fərqlər var. Bərpa edilən musiqi alətləri arasında Səfiyyəddin Urmavinin icad etdiyi qədim muğni aləti də var. Muğni Azərbaycanın telli, qolu mizrabla çalınan yeganə alətidir. 13-cü əsrə aid musiqi aləti olub. Deməli, Səfiyyəddin Urmavi tərəfindən icad olunub, ancaq sonradan bu itib batıb. Bugünkü gündə biz bunu təzədən bərpa etdik. Deməli, bu 3 musiqi alətini özündə birləşdirir. Uddur, qanundur və senturdur. Bunun quruluş forması, bax, gördüyünüz kimi uda da bənzəyir. Burada
kapron kəndirlər də var, istifadə olunub. Ələbədə melodiyanı dəyişmək üçün burada linklər əlavə qoymuşuq. Əvvəllər ola bilər ki, bunlar olmayıb. Ancaq biz indi imkanların artırılmasına görə bunlardan istifadə eləmişik. Burada gördüyünüz materiallar hansıdır? Deməli, qoz ağacıdır, armud ağacıdır, burada gül ağacından aşıqlar var və şam ağacından istifadə olunmuş, dekasından istifadə olunmuş. Buradan görürsünüz, arxa tərəfdə birləşir xüsusi aşıqlara. Görürsünüz. Burada bunun əlavədə toxmaqları var ki, ifa eləmək üçün burada xüsusi toxmaqları var. Və burada köyləmək üçün xüsusi açardır. Qeyd edək ki, iyul ayının 6-sı Nizami Xəmsəsində və Azərbaycan mədəni gerçəkliyində musiqi alətlərimiz mövzusunda elmi bədii sessiya keçirilib. Tədbirdə Naxçıvan Musiqi Kollecinin müəllimi, erqoloq araşdırmacı İxtiyar Seyidov moğni alətini ifa edib. Naxçıvan Dövlət Universitetinin musiqi alətləri emalatxanasından 2 alət aparmışdıq. Naxçıvan təmburu, bir də moğni musiqi aləti. Bunun demək olar ki, bir oktava səsi bu tellərdədir, xarici tellərdə, 2 oktava yarımda ud tərəfdədir. İstənilən melodiyanı burada istifadə eləməklə ifa etmək olur. Bax, indi gördüyünüz natural forması bunun Bayat Şiraz adında. Sonra burada məsələn biz deməli ud hissədə sonra burada toxmaqlarından da bax burada demək bax bu diz üstünə qoyularaq bu formada istifadə eləmək mümkün. Sonra burada linkləri dəyişərək, burada məsələn Humayunun adına düşür bu. Bu alətlərin hazırlanması, ifası və təbliği milli mənəvi dəyərlərimizin qorunmasına xidmət edir.